Önce Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallara keçsin. Axşamınız xeyir olsun, Salamlar Nazirinizi. İlk öncə istəyirdim ki, rəqibin baş məşqə təşəkkür eləməyə və rəhbərliklərinə təşəkkür eləməyə ki, oyunun yerini dəyişməyə razı oldular. Belə bir oyun qabağı, stresli oyun öncəsi. Oyundan qabağı da təşəkkürümü bildirdim və bir daha sizlərin vasitənizə təşəkkürümü bildirirəm. Sağ olsunlar. Oyuna gələn çox vacib qalibiyyət idi. Çox İntisamlı bir komandaya qarşı oynuyorduk. Əlaxüs birinci hissə çox müdafiə olmadılar və çox təhlükəli hücumlar var idi. Hətta Naqib Beylik qapımızda hətta yenə bir təhlükə epizodları oldu. Buna baxmayaraq biraz oyundan qorxmadı. Sonraki gün çalışdıq. Oyunumuzdan intisamı qoruyub saxlamağa. Sonunda ikinci hissə tempo biraz da artdı. Daha çox topdan daha tez oynamaya başladık və sonunda qalibiyyət əldə edə bildik. Çox vacib idi, çox vacib idi. Ümumiyyətlə çempionatda, yəni bütün oyunlar bu cür mərcələ keçəcək, elə görünür. Hər bir halda, hər oyundan oyuna bir daha bizə əlavə bir sanki göstəriş olur ki, daha ciddi olun və hər rəqibə qarşı maksimum hazırlaşmalıyıq. Futbolçular üçün böyük bir məsuliyyətdir, böyük bir çox düşünmək lazım futbolçulara və belə də qarşıdakı onlarda da dediğim kimi ciddi olaraq belə liderlər sırasında mübarizəmizi davam etdirəcəyik. Rəqibə də uğurlar arzulayıram. Bir daha çox belə az bir vaxtda yaxşı organizasiya olunmuş bir kollektiv və oyun modeli var. Uğurlar.